Və salam dostlar. Bir maraqlı məlumat verdilər mənə. Xatırlayırsınız ki, Vaşinqtonda bu etiraz aksiyasına hücum edən bizim müxalifətçilərə, siyasi mühacirlərə prezidentin mühafizə xidmətinin əməkdaşları hücum etmişdi. İndi mənə bu hücum edən adamların biri ilə bağlı bir maraqlı məlumat veriblər. Deməli, bunlardan biri ki, o Tofiq Yaqublu'nun oğlu Rəhim Yaqublu'ya hücum edir. Orada etiraz aksiyasında iştirak edən adamların birini yerə yıxır. Fəallıq göstərən, daha çox etiraz aksiyasılara fiziki güc göstərən şəxs barədə məlumat verib. Həmin şəxs, deməli, Şəki rayonunun Köbərzəyzid kəndində anadan olan Orxan Sadıqov adlı bir şəxsdir. Bu Orxan Sadıqov Şəkidə doğulub, Şəkidə böyüyüb, sonra Mingəçevirdə kolleclərin birində təhsil alıb, kickboks üzrə məşğul olub, kickboks idmanından məşğul olub. Onu tanıyan adamların dediyinə görə bir sıra uğurları da olub bu idman sayəsində. Əskərlikdən sonra necəsə olub gedib prezidentin mühafizə xidmətinə qoşulub. 1999 ya 2000-ci il təvəllüdlü, 2 ildən birində təvəllüdlü adamdır. Bunun atası da belə çox əzazi, çox qəddar polis olub Şəkidə, bu Arif adında. Buna Rembo deyiblər. Daha bu Qarabağda xüsusi qəhrəmanlıqsa göstərib, çünki 90-cı illər müharibə illərdir. Belə fikirləşərsiniz ki, birdən Qarabağda qəhrəmanlıq da deyil. Yox, Qarabağda qəhrəmanlıq falan eləmir. Yəni, yaxşı adam döyməyi varmış polisdə. Ona görə buna Rembo deyiblər. O qədər əzazil, o qədər oğraş adam olub ki, 2000-ci ildə Şəkidə xalq üsyanı vaxtı bunun da maşınını yandırdılar. Bu bilənlər bilir ki, 2000-ci ildə Şəkidə boğaza yığılan cəmaat üsyana qaldırdı. Polis idarəsini zad tutmuşdular, eləmişlər. Orada bir ciddi şəkildə xalq etirazı olmuşdu. Və onda bu qədənin atası Arif kişi, Rembo Arif, onun da maşınını yandırmışdılar. İndi qoyun təsərrüfatı ilə məşğul olur. Qoyuna baxır. Bu Orxanı tanıyanların dediyinə görə əskərə gedənə qədər də bu belə atasının yanında qoyun tutar. İndi bu videonun sonunda mən Orxanla bağlı kadrları təqdim edəcəm. Orada Orxanın müxalifətçilərə vurması, döyməsi, eyni zamanda ayrı-ayrılıqda şəkillərini də qoyacaq. Bu tamaşaçılardan xahiş edirəm, izləyicilərdən xahiş edirəm ki, siz də əgər o kadrlarda gördüyünüz adamları tanıyırsınızsa bizə məlumat verin və məlumat verən adamların kimliyi gizli saxlanılacaq və sizə mən garantiya verirəm ki, bu barədə hökumətin ya da ümumiyyətlə heç kəsin, məndən başqa heç kəsin xəbəri olmayacaq. Biz belə tiplərlə bağlı ictimaiyyətə məlumat verməliyik, ictimai qınağa səbəb olmalıdırlar ki, belə adamlar belə qonşularının, qohumlarının, yaxınlarının yanında burnularını dik tutub gəzməməlidirlər ki, mən prezidentin itiyəm, mən prezidentin böyründə fırlanıram. Belə bu ilə fəxr etməyə imkan verməməliyik. Çünki belə əxlaqsız adamlar, belə vəzifəsindən istifadə olun, kişi olan adamların daimi ictimai qınağa məruz qalmaqları lazım. Siz də bu ilə bağlı başqa videoları da seyr edin, baxın və orada tanıdığınız, bildiyiniz adamlar barədə bizə məlumat verin. İndi kadrlara baxın, kanalı izləməyi unutmayın, abunə olmağı unutmayın. Biz ona görə bu kanalı açmışıq ki, Azərbaycanda müstəqil media susturulub, müstəqil media qapadılıb tamamilə. Bilirsiniz, 9-u qızlar olmaqla, qadın olmaqla 40-dan yuxarı jurnalist həbsdədir. Meydan TV, Toplum TV, Abzas Media tamamilə qapadılıb, redaksiya heyəti, rəhbərliyi həbsə alınıb. Biz bu boşluğu doldurmaq istəyirik və Azərbaycan xalqını İlham Əliyevin törətdiyi qanunsuzluqlardan məlumatlandırmaq istəyirik. Abunə olun, yayın, başqaları da görsün. Tofiq Yaqublu'ya baktı!